Ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticə göstərən tələbələrə prezident təqaüdü veriləcək. Dövlət başçısı İlham Əliyevin imzaladığı sənəd ümumilikdə 102 tələbəni əhatə edir. Tələbələr uğurlarını ASTV xəbərlə bölüşüblər. İmtahanlarda 687,4 bal toplamışam və hal-hazırda Bakı Dövlət Universitetinin hüquq fakültəsində tədris ingiliscə təhsil alıram. Prezident təqaüdçüsü adına layiq olduğumu öyrənəndə evdə idim, yanımda anam var idi. İlk olaraq təbii ki, xəbəri anamla bölüşdüm. Onun sevindiyini görmək elə əslində nəyə desəniz dəyərdir. Prezidentimiz cənab İlham Əliyevə təşəkkür etmək istəyirəm. Çünki o bizi gəncləri həmişə diqqət mərkəzində saxlayır, bizə qayğı göstərir. Mən 681,2 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsində tədris ingiliscəsində daxil olmuşam. Düşünürəm ki, prezident təqaüdçüsü adı ölkəmizin elmə, təhsilə göstərdiyi qayğını təcəssüm etdirir. Bu adın tələbələr üzərində yalnız maddi yox, həmçində mənəvi təsir də çox böyükdür. Çünki o bizim məsuliyyətimizi dərindən dərk etməkdə mühüm rol oynayır. 683,4 bal toplamışam. Bakı Dövlət Universitetində ingilis dilində hüquq fakültəsində təhsil alıram. Prezident təqaüdçüsüyəm. Eyni zamanda dövlət sifarişində və əyani şəkildə təhsil alıram. Bu xəbəri eşidəndə təəssüratınız necə oldu? Sevinç hissi yaşadım və xüsusilə özümlə böyük bir qürur hissi duydum. Çünki bunu bacarmaq asan bir iş deyil. Biz bunun üçün illərcə əziyyət çəkmişik, çalışmışıq.